Salam dostlar, bu gün sizə qısa şəkildə təkamülü izah edəcəm. Təkamül nədir? Təkamül ideyasını ilk kim öne sürüb? Mikro təkamül nədir? Makro təkamül nədir? Aralarındakı fərq nədir? Və təkamül haqqında önə sürülən bəzi fikirlər var. Onların da doğru ya da yalan olduğunu sizə deyəcəm. İndi təkamül ideyasını ilk kim önə sürüb? Onu sizə deyəcəm. Təkamül ideyasını Darwin Charles ilk öne sürüb 1859-cu ildə Növlərin Mənşəyi kitabında təkamül ideyasını öne sürmüşdür Charles Darwin. İndi təkamül nədir onu keçək. Təkamül canlıların nəsildən nəslə keçərək, genetik dəyişikliklərə uğrayaraq bir canlıdan yeni növlərin yaranma prosesidir. Məsələn, sürüngenlərin quşlara çevrilmə prosesi. Bu bir növdən yeni növün yaranmasıdır. Bu da təkamülən sübutdur. Fosillərlə, ara keçid türləri ilə sübutlanıb. Bunu biraz sonra değinəcəm buna. İndi təkamülün əsas proseslərini sizə danışım. Təkamülün əsas prosesləri mutasiya, gen axını, gen sürüşməsi, təbii seçmə. İndi mutasiya nədir? Mutasiya genlərdəki təsadüfi dəyişikliklərdir. Məsələn, bizim əvvəllər gözlərimiz göydə idi, yaşıl deyildi, amma sonra təsadüfi gen dəyişiklikləri, yəni mutasiya prosesi ilə göy gözlü insanlar doğmağa başladı. Təbii seçmə də uyğun fərdlərin sağ qalmasıdır. Yəni təbiətdə uyğun fərdlər sağ qalır. O biriləri də siz bilirsiniz nədir. İndi makro təkamül və mikro təkamül nədir onları izah edim. Mikro təkamül kiçik dəyişikliklərdir. Yəni təkamülün ən kiçik dəyişiklikləri, məsələn, bakterilərin antibiotika qarşı dinəcili olması, yəni onlara qarşı dayanıqlı olması, bu təkamül prosesidir. İndi mikro təkamül nədir onu sizə deyim. Mikro təkamül kiçik dəyişikliklər, yəni məsələn bir quşun dimdiyinin forması dəyişməsi bu mikro təkamüldür. Bəzi proseslər, mutasiya, təbii seçmə prosesləri ilə, gen axını, gen sürüşməsi prosesləri ilə. İndi isə makro təkamül nədir onu deyək. Makro təkamül mikro təkamülün yığılmış halıdır. Məsələn, mikro təkamül nədir dedik? Gen sürüşməsi, gen axını, təbii seçmə, mutasiya və bir çox şey. Bunların hamısı yığılır, makro təkamülü əmələ gətirir. Məsələn, bayaq dediyimiz kimi sürüngenlərin quşa çevrilmə prosesi bu makro təkamüldür, çünki çox böyük dəyişikliklərdir. Belə mikro təkamül kimi sadəcə quşların dimdiklərinin forması dəyişmir, pramoy növün özü dəyişir. Mikro təkamüllər yığılır, makro təkamül əmələ gətirir. Makro təkamüllə də mikro təkamülün toplamı tam təkamülü əmələ gətirir. Və indi isə təkamül haqqında önə sürülən bir fikir. İnsanlar meymundan gəliblər, yəni meymun olublar əvvəllər, sonra insan olublar. Bu fikir tamamən yalandır, yəni tamına yalandır. Çünki insanlar və meymunlar, yəni şempanzelər arasında 98,8 DNA fərqi var. Amma bu insanların meymunlardan gəldiyini sübut etmir. Çünki o 1,2 fərq tam 36 milyon gen edir. Bu da bizim davranışlarımız, beynimiz, şuurumuz nə qədər şeyi kapsayır. Ona görə biz onlardan çox fərqliyik. İndi bunu deməyimin səbəbi çoxu insanların meymundan gəlib deyə təkamülü rədd edə bilirlər bəzi insanlar. Onun üçün deyirəm. İndi isə bunu deyim. İnsanlar meymunlardan gəlməyiblər. Meymunlar da ortaq atadan gəliblər. Yəni əmi oğlu, biz onlarla əmi oğluyuq. Yəni ortaq atadan. Məsələn, bu bizim ortaq atamızdır, bu meymunlar, bu da biz. Yəni ortaq əcdaddan gəlmişik. Bir də təkamülün sübutları bizim quyruq sokumu deyə kemiyimiz, yəni bu bizim bel hissəmizdəki, onurğa hissəmizdəki sümüyümüz, sonra homoloq orqanlar, quyruq sokumu da homoloq orqandır. Sonra balinaların arxa ayaqları,
İlk embriyon sırasında əmələ gəlir, sonra yox olur. Bu da təkamülə sübutdur. Sonra təkamülə daha bir çox sübut var. Fosil arası keçişlər. Dostlar, bağışlayın, bəzi problemlər oldu. İndi keçək. İndi təkamülə sübutlara təzədən başlayaq. Təkamülə sübutlar insanın quyruq soxumu kemiyi, yəni sümüyümüz, quyruq soxumu. Bizim əvvəllə quyruğumuz var idi. Yəni belə deyirlər. Sonra da balinaların arxa ayaqları bu embriyon sırasında əmələ gəlir. Amma sonra da yox olur. Bu da təkamülə sübutdur. Sonra isə homoloq orqanlar, quyruq soxumu, sümüyümüz, sonra da ara keçiş fosilləri, nə qədər fosillər tapılıb. Məsələn, quşların, dinozavrların ara keçişləri, sonra başqa heyvanların ara keçiş türləri, yəni sübut olunub. Bir də sizə bir şey deyim. Təkamül haqqında, təkamülü çürütdüyü videoların hamısı yalandır. Yəni sözlər köşkü, onların hamısı yalandır. O sözlər köşkünün videolarında çox səhv var. Yəni makro təkamülü pişiyin itə döyüşməsi kimi deyirlər. Yəni o kanallara inanmayan, təkamül %100 bir biologiya, bildiniz də, biologiya terimidir. Yəni %100 bir doğruçu bir şeydir. Yəni nə qədər sübutları var, nə qədər sübutları eləyiblər. Bəziləri dini inancına görə qəbul eləmir, deyir ki, bizə bir güc, ilah yaradıb. Amma burada da bir şey demək istəyirəm. Təkamül heç vaxt Quran və hədislərlə çelişmir. Yəni Quranda nə qədər ayət var ki, biz sizi sudan yaratdıq, biz sizi çamurdan yaratdıq, yəni palçıqdan yaratdıq. İnsanların da ilk yaradılış teorisinə görə biz ilkdə sudan yaranmışıq. Yəni Quranda bizim yaradılışımıza dair çox şey var və Quran hədislərlə və ya təkamül hədislərlə və ya Quranla çelişmir. Yəni bir-birlərinə uyğun gəlməsi deyə bir şey yoxdur. Həm bir-birlərinə uyğun gəlmirlər, həm də bir-birlərinə uyğun gəlirlər deyə bir şey yoxdur. İkisi də bir-birinə fərqli bir şeydir. Amma mənim düşüncəmi soruşacaqsınızsa, mən Allahın, yəni Tanrının təkamülü bizim yaradılış prosesimiz olduğunu fikirləşirəm. Çünki məsələn, bir bitki göyəndə işte rüşeymindən çıxır, sonra nə qədər proseslər əmələ gəlir, sonra çıxır, meyvə verir, onu edir, bunu edir. Təkamüldə nə qədər proseslər var, gen axını, gen sürüşməsi, təbii seçmə prosesləri. Bunların da hamısı nə qədər proseslərdir. Yəni bu günə qədər olan hər şey nə qədər proseslərlə olur. Təkamül də zaten bir proseslər sayəsində olur. Mikro təkamül, makro təkamül hamısının birləşir. Ona görə də mən təkamülü Allahın yaradılış biçimi olaraq yorumlayıram. Yəni özüm elə fikirləşirəm. Bu videonun da sonuna gəldik. Biraz öz fikirlərimi, öz düşüncələrimi paylaşdım dostlar. Çox sağ olun, var olun. Və sabah da dostlar, Filodoksun xətaları deyə bir video gəlir. Sabah yox, 2-3 gün sonra ya da 1-2 gün sonra, 5-ci gün ya da 6-cı gün gəlir. Filodoksun mən videosunu izlədim, orada nə qədər xəta var. Məsələn, mantıqda yoxluq isbat edilməz deyə xəta. Mantıqda varlıq isbat edilməz. Əslində bu səhvdir. Mantıqda yoxluq isbat edilməz. Mən bunu o videoda değinəcəm. Sağ olun dostlar, var olun.